İnci saflığı varsa da suda, artıq içiləndə dərd verir suda. Bugün çıxışıma Dahi Nizaminin bu kəlamı ilə başlamaq istədim. Təsadüfi deyil. Çünki bugün çox qiymətli nemət olan suyu gün ərzində sağlam insanlar nə qədər içməli, nə zaman içməli, necə içməli. Bir də suyun mütləq içilməsi lazım olan zamanlardan danışmaq istəyirəm. Yaxın əyləşin, çox maraqlı söhbətimiz olacaq. Bilirik ki, insan orqanizmi üçün su çox önəmlidir. Bədənimizin 60-70%-ni su təşkil eləyir. İnsan orqanizmi üçün, sağlam insan orqanizmi üçün lazım olan suyun miqdarı cinsə görə, peşəsinə görə, çəkisinə görə, qidalanmasına görə dəyişə bilər. Lakin biz burada ümumi bir rəqəm çıxartmaq istəyirik ki, qadınlar və kişilər üçün su nə qədər qəbul olunmalıdır? Sağlam qadınlar üçün hər kiloqram çəkiyə 30 milli sutkalıq su qəbul olunmalıdır. Kişilər üçün isə 35 milli sutkalıq su qəbul olunmalıdır. Bəli, burada insanların necə qidalanması, həyat tərzi, idmanla məşğul olurmu, tərləməsi çoxdurmu? Bütün bu ünsürlər də nəzərə alınmalıdır. Hesablamalara əsasən orta bir rəqəm çıxarda bilərik ki, qadınlar üçün sutkalıq suyun miqdarı 2,5-2,7 litrdən çox olmalıdır. Kişilər üçün isə 3,5 litrdən çox olmalıdır. Lakin bu suyun miqdarının hesablanmasında mütləq nəzərə alınmalıdır. Çay, kompot, digər qəbul olunmuş maye qidalar, sup, yediyimiz yeməklər, bütün bunların hamısının içində su olduğu üçün ümumi su miqdarını biz həmin o litri, həmin o miqdarı etalon dəyəri keçməmək şərti ilə qəbul etməliyik. Çünki doğrudan da artıq suyun da insan orqanizmi üçün zərəri ola bilər. Bəs suyu necə içməli? Suyun içilməsindəki doğru qaydalara toxunmaq istəyirəm. Suyu oturub için. Bu zaman nə baş verir? Oturub içən zaman mədədə suyun qalması ləngiyir, yəni çox qalır. Və çox qaldığı üçün də mədə asidinin, xlorid turşunun tərkibinin suyun tərkibində olan mikroblar məhv olur. Su daha faydalı, orqanizm üçün daha sağlıqlı hala gəlir. Lakin ayaq üstü içilən su orqanizmamıza tez sürətli qəbul olduğu üçün bağırsaqlarımızda bəzi xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, səyahətlərdə olarkən, gəzintilərə çıxarkən, dağlara qalxırıq, ayaq üstü biz bulaqlardan ayaq üstü su içirik. Bəzən bu hamıda olmasa da 1-2 nəfərdə kəskin ishala, qarın ağrısına səbəb olur. Bax, bu həmin o suyun tərkibində olan mikrobların bağırsaqlar tərəfindən keçirildiyi üçün baş verir. Ona görə suyu oturub içəcək. Sutkalıq su miqdarını birdən-birə oturub suyu qoyub qarşınıza, mən bu 1 litr yarımı içməliyəm deyərək qəbul etməyin arxa-arxaya. Aram-aram gün ərzində saatlara bölərək qəbul eləyin. Bir də mütləq suyu içər zaman otaq temperaturunda olmasına özən göstərin. Həm qaynar çayın, qaynar suyun, həm də soyuq, soyuducudan götürülmüş suyun mədə bağırsaq üçün çox zərəri var, kəskin iltihaplanmaya səbəb ola bilər. İlıq suyun qəbul olunması, xüsusən də qəbizliyi olan insanlar üçün çox önəmlidir. Mütləq su qəbul edəcəyimiz zamanlar vardır. Bunlar çox önəmlidir. Yəni, başqa vaxtları su içməyən pasientlərim, izləyicilərim, özünüz bilərsiniz. Amma bu 6 qızıl zamanda mütləq su qəbul eləyin. Məncə bunları qeyd eləmənizdə fayda var. Birinci, səhər yuxudan duran kimi su qəbul etməliyik. Yastığınızın baş ucunda bir stəkan hər zaman otaq temperaturunda su saxlayın. Çünki gecə boyu tərləməsəz belə dəri üzərindən suyun buxarlanması olur. Orta hesabda 300-400 milli biz su itiririk. Və itirdiyimiz suyu mütləq əvəzini qoymaq üçün səhər yuxudan duran kimi su içməliyik. İkinci, yürüyüşdən, ağır tempolu idmandan öncə, 1 saat öncə su qəbul eləyin. Mən çox vaxtı idman zallarında və yürüyüşdə olan insanlara fikir verirəm ki, yürüyərək su içirlər və yaxud da ki, idman zallarında tempolu idmanla məşğul ola-ola su içirlər. Bu onlara çox zərər verir. Həm yürüyüşün temposunu salır, hətta bəzən idmanı da yarımçıq saxlamağa səbəb olur. Niyə? İndi açıqlıq gətirəcəm. Biz əgər hərəkət zamanı, aktiv hərəkət zamanı su içiriksə, azan sinirin tonusunu artırırıq. Bu da qarında şişkinliyə, qarnın köpbəsinə, təzyiqimizin düşməsinə və narahatçılığa səbəb olur. Ona görə də işimizi yarımçıq qoymayaq deyə, idmanımızı davamlı, uğurlu edək deyə, idmanlardan, yürüyüşlərdən 1 saat öncə su ehtiyacınızı ödəyin ki, sonra hərəkət zamanı problem yaşamayasınız.
Üçüncü, xronik baş ağrılarından, miqrendən, səbəbi bilinməyən baş ağrılarından əziyyət çəkənlər. Baş ağrınızın gəlməsini hiss edirsinizsə və yaxud da ki, baş ağrıyan zamanda bol miqdarda su içsəniz, ağrılarınızda çox ciddi geriləmə hiss edəcəksiniz. Dördüncü, yeməklərdən 1 saat öncə, ən azı yarım saat öncə su qəbul eləyin. Yemək zamanı su içməniz bərk qidalarla suyun birləşərək mədənin həcminin böyüməsinə səbəb olur ki, bu da daha çox yemənizə, çəki almanıza səbəb olur. Həmçinin yeməklər zamanı içilən su zamanı xlorid turzunu durulaşdırırsınız. Bu zaman həzm gecikir, yeməklərin mədədə qalma saatı gecikir və ümumi olaraq da dispeptik əlamətlərə səbəb olur. Beşinci, ürək döyünmədən əziyyət çəkənlər. Əgər ürək döyünməniz var idisə, indi kəskin artıbsa da, deməli su qəbulunu azaltmalısınız. Mütləq bol su qəbul eləyin. Və altıncı, sonuncu, duş qəbul etməzdən öncə, 1 saat öncə, yarım saat öncə və yaxud da ki, hamamlara, saunalara getməmişdən 1 saat, yarım saat öncə mütləq bolluca su qəbul edin. Dəyərli izləyicilər, bir də bir nüansa toxunmaq istəyirəm. Dediyimiz bu su içmə qaydaları sağlam insanlar üçündür. Bəzi xroniki xəstəliklər var ki, məsələn, bizim sahəmizdə qaraciyər sirozu xəstələri, mən özüm su qəbulunu azaldıram, qısıtlayıram xəstələrdə. Xroniki ürək çaşmamazlığı olan xəstələr. Yəni ona görə bu videonu biz sağlam insanlar üçün tövsiyə edirik. Xəstəlikləriniz varsa, su qəbulunu azaltmaq da lazım gələrsə də mütləqdir. Əziz dəyərli izləyicilər, vaxtında, lazımi miqdarda, düzgün qaydada su qəbul eləsəz, sağlam qalarsınız.